Bugünkü qonağımız Paşa Sığorta şirkətində məlumat bazaları şöbəsinin rəhbəri, həmçinin Bakı Ali Neft Məktəbində database müəllimi kimi çalışan, həmçinin bizim IDTech təlim mərkəzində database admin kimi, database müəllimi kimi çalışan Faiq Nəsirlidir. Strateji aktivlərin idarə olunması ilə bağlı database administrator komandası çox belə deyək, şirkət üçün bir mühim komandadır və belə deyək, olmazsa olmazdır. Hamı middle üstü database admin axtarır, yəni middle senior və daha yuxarı. Amma o dediyiniz çox gözəl bir misal idi. Dayananda sistem, artıq olursan dəyərli. Günümüzdə belə deyək, şirkətlərin əsası bu istiqamətlərdə müəyyən compliance standartlarına uymalıdırlar. İstəyir ki, database admin olsun. Bu adamın roadmap-i necə olmalıdır? Hardan başlamalıdır? Hara getməlidir? Nə öyrənməlidir? Əsasən case yönümlü suallara yönəlməlidir namizədlər. Öyrəndikcə sən həmin sahəni sevəcəksən demək deyil bu. Sən öyrənəcəksən, elə qalacaq karandaş kimi bir sumkanda heç istifadə edilməyəcəksən həmin rəngdən.